Добрый вечер, друзья, заходящие в мой канал. Вторник, 11 марта, 2025 год. Уже, видите, 11 дней весна пришла. Как быстро проходит время, как быстро уходят года, дни. Цените жизнь, уважайте себя и других уважайте. На чужие горе не радуйтесь, потому что каждому человеку, каждому живому, каждому растению хозяин, творец, Бог. Никто не знает, кроме Бога, что может случаться через час, через день, через секунду. Нужно просто жить по-человечески, по совести. Всем желаю, всем народам земли, всему человечеству, всем живым, которых творил Бог, создал, дал жизнь. Будьте храним Богом. Аминь. Дружите, уважайте, цените жизнь народа мира, люди, каждый человек, каждая семья. Никому не надо желать плохое, потому что и радость, и бед касается всем. Всем, всем, всем. Пусть Бог сохранит вас всех, вашу семью, ваших родных, вашу жизнь. Пусть дарит долгой жизни, счастливой долгой жизни, мирное небо над планетой. Аминь. Над народами. Аминь. Доверяйтесь Богу, молитесь Богу. До 31 декабря 2025 года Бог восстановит покой на земле. Моя весна, моя чудо. Видите? Радуйтесь весной. Весна – это возрождение жизни и природы. Вот видите, я сижу, монитор у меня перед мной. А там, посмотрите, вон закрыто все. А сейчас я чудо покажу, который вот экран попадает на улицу. Сейчас покажу. Мне тоже вот никак этот секрет не могу открывать. Вот видите, опять под сиреном, под забором. Сейчас уже 7:30. Всем доброго вечера, вторника, за круглым столом, среди семей, среди родных, с хорошими вестями. Амин. Dünya halkları, dünya insanları, bütün canlılar, yeryüzünde yaşayanlar, Allah'ın yaratıkları. Bugün çarşamba akşamıdır, sabah çarşambedir. Bugün de aziz çarşamba akşamlarından aziz bir gündür. Bayramınız mübarek olsun. İftarınız kabul olunsun. Bütün hayırlı arzularınızı Allah kabul eləsin. Pisliklerden uzaklaşın. Yüreklerinizi temizleyin. Amin. Bahar güzel aydı. Bahar güzelliği, temizlik rəmzidir, diriliş rəmzidir. Bu sirri aça bilmədim, bax. Göstərdim əvvəldə, pəncərələr bağlı, pərdəli də. Bu ağır pərdələri hamısını yığışdırmışıq. Çünki ailə üzvlərinə əziyyət verirdim. İldə 4 dəfə, hər 3 aydan bir o ağır pərdələri, 100 metrə yaxın pərdələri açırdıq, yuyulurdu, təzdən əziyyət çəkirdilər. Birdən ağlıma gəlib, 10-12 ildir
Ailə üzvlərinə əziyyət vermirəm. Pərdələri yığışdırmışıq. Bu mişuraları taxmışam. Plisosla, tozsoranla tozlayırıq. Rahat, heç kimə əziyyət vermirəm. Mən bir adama əziyyət verəndə utanıram. Evdəki ailəm də mənə kömək eləyir. Bütün ağırlıq onların üzündədir. Çünki mən artıq əvvəlki kimi hərəkət eləyə bilmirəm. Gəzirəm, eləyirəm hər şeyi. Amma əvvəlki deyiləm. Əvvəlki Allah sizə də uzun ömür versin. Ona görə də heç kimə əziyyət, mən uşaqlıqdan heç kimə əziyyət verməmişəm. Bütün problemlərimi pis, yaxşı Allahın köməyi ilə özüm rəşad eləmişəm, özüm həll eləmişəm. Vətəndə də, bu yaşadığımız Rusiyada da. Bax görün, doğrudan da görün, bax. Nətər olur bu? Zaldakı o televizorun şeyi düşür. Çünki televizor düz şöyle baxır pəncəriyə. Zalda, o böyük otaqda. Amma burada mənim otağımda monitor, pəncərə göstərdim də sıranla. Nəsə maraqlı bir şey alınıb. Nəysə. Görün nə gözəl axşam mənzərəsidir. Birazdan yaşıllıq olacaq, bir aydan sonra. Hələ martda qarlı olacaq. Ulduzlar, ulduz da mənim talismanımdır. İlan mənim talismanımdır. Ulduz, bir də xoruz. Allah hamını, bütün millətləri qorusun. Mənim də ailəmi qorusun, balamı qorusun. Mənim balamdan başqa doğma heç kəsim yoxdur. Varım, devlətim, hamısı doğma balamdır. Allah hamınızın balasını qorusun, oğlanlarınızı, qızlarınızı, nəvələrinizi qorusun. Mənim də balamı qorusun, nəvəmi də qorusun. Balam kimi bir ağıllı, gözəl balam da var, nəvəm. Ağıllı, ali savadlı, çox ağıllı. Allah sizin də nəvələrinizi qorusun, mənim də nəvəmi qorusun, balamı qorusun, oğlumu qorusun, ailəmi qorusun. Amin. Novruz bayramına bir mahnım var. Onu oxuyacağım indi, mızıldayacağım. Sözü də, musiqisi də özümündür. Vətəndə olsam indi mahnılarımı o hörmət elədiyim əsl sənətkar xanəndələrə verərdim. Gözəl, elə xit mahnılarım var ki, heç özüm də oxuyanda İnanmağım gəlmir ki, mən nətər oldu, başladım musiqi yazmağa. Şeir yazmağı mən uşaqlıqdan bilirəm. Ağdamda da, Gəncədə də olanda, qəzetlərdə çıxırdı. Azərbaycan qadınında da Xalidə Hasilova bir neçə dəfə mənim yazılarımı cəlb elətdirib. Bir dənə ssenarimi İtkin əskər yazmışdım. Xalidə səhnələşdirdi, gətirdi bizim Ağdam teatrında. Bizdə həsrət adı ilə səhnələşdirdi. Mənim ssenarimi oynadıq, mən də başrolda oynadım. Amma Xalidə Həsilova, Allah rəhmət eləsin, yəqin o çox yaşlı adam idi də biraz o vaxtı. Məni aldatdı amma. Evində bizə mənə dedi ki, səki pulla aldı məndən. O ssenarimi istedadlar axtardılar jurnalda. Oxudum ki, birinci yer olacaq. Hədiyyələr, zatlar var. 2 gecədə onu həsr elədim. Bir itkin əskər düşmüş. Sonradan gəlir ailəsini tapır. Ayağını itirir, bir ayaqlı olur, qastillərlə gəzir,
dayanaqla. Amma Xalidə o əskəri iki ayaqlı da sağlam elədi. Prosta neysə, torpağı qulağında olsun. O dünyada görüşəcəyik. Ssenarimi gətirdi bizdə, həm də pul da qazandı mənim hesabıma. Məni də başrola qoydurdu. Amma pulumu vermədi, məni aldatdı. Bakıda evində qonaqlıq verdi mənim hesabıma. Şəkillərimiz var. Şəkillərim albomdadır. Roliklərimdə var. O keçən ildə 1-2 il olar. Gene də qoyacağım xatirə kimi. Gene də albomumu çıxardacağım. Teatr şəkillərimi də Xalidə də var. Profesör Şəfiqə Məmmədova var bizlə orada. Neysə. Deməyim odur ki, uşaqlıqdan, məktəb illərindən mən ədəbiyyatı sevirdim. Tarix, ədəbiyyat. Ən sevdiyimdir. Coğrafya bir də. Şəkil çəkmələrim də var mənim. Neysə, neysə. Deməyim odur ki, indi musiqi yazıram 95-ci ildən. Yazıram, hamısı cibimdə qalıb. 25'e, 23-25'si mahnılarım var, gözəl mahnılarım var. Toy üçündə, rəqs üçündə. Amma ürək ağrıdan mahnılarım var, gözəl, düşündürən. Noruz bayramına da bir dənə yazmışam, indi oxuyacağım, zümzümə eləyəcəm. Sən küçəmizdən keçəndə, sən qeyqacı boylananda, hörüklərin yellənəndə səni gördüm mən. Sən küçəmizdən keçəndə, sən qeyqacı boylananda, hörüklərin yellənəndə səni gördüm mən. Səni gördüm mən, səni gördüm mən. Səni gördüm mən, səni gördüm mən. Səni gördüm, səni sevdim, səni sevdim mən. Səni gördüm, səni sevdim, səni sevdim mən. Noruz bayram axşamında, tonqaların qırağında, səmənilər canlananda səni gördüm mən. Noruz bayram axşamında, tonqalların qırağında, səmənilər canlananda səni gördüm mən. Səni gördüm mən, səni gördüm mən. Səni gördüm mən, səni gördüm mən. Səni gördüm, səni sevdim, səni sevdim mən. Səni gördüm, səni sevdim, səni sevdim mən. Bağçanızda gül dərəndə, güllər sənlə öpüşəndə, gözlərimiz baxışanda səni gördüm mən. Bağçalarda gül dərəndə, güllər sənlə öpüşəndə, gözlərimiz baxışanda səni gördüm mən. Səni gördüm mən, səni gördüm mən. Səni gördüm mən, səni gördüm mən. Səni gördüm, səni sevdim, səni sevdim mən. Səni gördüm, səni sevdim, səni sevdim mən. Bax, bu mahnı da Noruza görə yazmışam. Mən sevdiyim bayram. Bahar bayramıdır, bir də yeni il. Allah'ım bütün yeryüzündeki bu şeytanın emellerini, şeytanın muharebelerini temizle, dünyanı koru. Yalvarıram Allah'ım, emin amanlık yarat insanlık için. Koyma dünyanı körlasınlar. Amin, amin, amin. Bak görürsünüz de, əzizlərim, bak görürsünüz. Çölə baxıram. Bak, monitor görürsünüz, bak o tərəfdədir, bak görürsünüz. Buralar da bağlıdır hamısı. Ama o değil, görürsünüz. Kanalıma yazılın, destek olun. Parmaklarla, parmağınızı basın, like basın. Köməkləyin nənənin kanalına. Zavrum bizimle sana bakıram. İnsanlığın içinde biabırçılıklar doludur ama insanlar başka milletlerle münaqişəyə girirlər, müharibəyə tərəfdar olurlar. Ey insanlar, ətrafınıza baxın, ailənizin içindəkinə baxın.
Qonşulara baxın, qohumlarınıza baxın, özünüzə baxın. Öz səhvlərinizi, öz günahlarınızı görün. Müharibə olanda başqa millətlərdən qırılan insanlar, məhv olanlara sevinirsiniz. Yaddan çıxardırsınız ki, sizin də başınıza gələ bilər. Nəysə, hər gün əsəbləşirəm. İnsanlar havaq ağla minəcək. Havaq. Bu da svetoforumdur. Heyf o yaşılı nəsə qurdalamışam. Düzgün fırlatmamışam, yaşıl yanmır. Yaşıl da olanda lap güzel olur. Good evening world. Good evening my family. Good evening my brother, my sister. Good evening people's world. Good evening my friend's woman. Good evening my friend's man. Welcome please my channel. Grandmother Sevda. Bye bye. Thank you. Thanks you. Thanks you God. Thanks you God. Thanks you God. Amin. Her şey için Allah'a şükürler olsun. Amin. За всю славу Господу Богу. Amin. Bari irikun, bari gişer. Bulur kragун жогортнер. Azger, martikner, antanikner. Der irikunu хагагучнов Латвии. Урахучнов Латвии. Şabati երկրորդ օրն է. Գառնան 11-րդ օրն է. Դեր գարունը խաղաղ անցնի. Աստված պահի պաշտպանի բոլորի, ձեր արարածները, երեխաները, ձեր հարազատները, ձեր ընտանիքը. Խաղաղություն սիրեցեք, բարեկամություն սիրեցեք. Ամեն ռոլիկներումս, ամեն վիդեոlarımız, ամեն օր ասում եմ. Նայում եմ պատերազմի մասին հաղորդներին, սիրտս ցավում է. Ես էլ եմ տեսել Ղարաբաղում, Աղդամում. Այդ բոլորը իմ գլխով անցել է. Պաշտոնս կորցրել եմ, աստծուծված ամեն բանը կորցրել եմ, Աղդամում ամեն բան գնացել է։ Հիմի եթե հայրենիքում լինեի ժողովրդական դերասան էի հիմի։ Դավաճաններից հեռու մնացեք, ամեն օր ասում եմ, ամեն օր։ Սատանային մի ծախվեցեք, սատանայի ծախվածներին մի հավատացեք, դավաճաններից հեռու մնացեք։ Աստծուց բացի ոչ մի բանին մի հավատացեք։ Հենվեցեք Աստծուն, ամին։ Բարի գիշեր լինի, ձեր կյանքը խաղաղությունով լցվի, ամին։ Geceniz xeyrə qalsın, yuxunuz şirin olsun. Kanalıma daxil olanda, gündəliyimə baxanda biraz səbirli olun. Когда заходите в мой канал, терпением минут 20, 15, иногда 30, терпением смотрите и нажмите с этим пальцем кнопку лайка. Благодарю всех, кто заходит, лайки ставит. Будьте храни Богом, амин. Allah'ımızı korusun, amin. Աստված բոլորից պահի պաշտպանի, ամին։ Գարունը իմ մոտ է։ Ամեն տարի տանը գարուն եմ ցանում, առանց հողի, առանց բանի, ինքնուրույն եմ ցանում, տեսնեք։ Միայն ջրով, Աստված ինչի է ստեղծում։ Benim telefonum elə bir seyirli. Bak Açkim'de de. Görürsünüz Açkim'de neler görünür. Вот мои котята вам говорят доброго вечера вторника. Отличное настроение. Красота для вас. Благодарим
кто эти живые картинки творит. My photos. Grandmother Sevda. Мои весенние фотографии. Это все я на память снимаю. Весна для вас, для моих подписчиков. Хочу радовать ваши глаза. Garnam Punca Samar. Bu bahar destesi sizin için. Karanfillerdi. Это волшебная елочка, розовая елочка для каждого человека, для каждого моего гостя. Bu Kızıl Gül yolkası her bir konak gelen kanalıma like basanlara teşekkür ediyorum. Aspartito nazar amen me martu hamar. İm hureri hamar. İm aliki hureri hamar. Sevda neneden hediye. От бабули Севды каждому моему гостю. И Малики Гурери Гамар.